kamfaradır, yoddur. Özellikle yod bir, belə deyim də, sosial şəbəkədə biz görürük. Yəni, qəti surətdə uşaqlarda bu elmi tədqiqatlar var. Yəni, yod artıqlığı görürük. Və dəridən unutmayın ki, verdiyiniz müdaxilələr bədənə sorulur. Uşaqlarda böyüklərdən 10 qat daha artıqdır. Ziyan mı verir? Əlbəttə, yod artıqlığı belə orqanizmaya zərərlidir. Bəs boğaz silməyi necə düşünürsünüz? Qəti surətdə, müasir uşağın boğazda çirk görən kimi özləri gəlirlər. Baxın, o beta mikrobu boğazda çirklə gəlir. Yəni, influenzadır, betadır, bizə gəlir ki, uşağın boğazında irin var. Valideynlərin hər kəsin sualı bu olur, doktor, mən uşağın boğazını silimi. Və biz birinci növbədə təbii ki, maarifləndirmədən başlayır iş. Əgər siz doğru şəkildə uşağa müdaxilə eləməsiniz, hematogen və limfogen yolla həmin bakteriya və infeksiya yayılır. Bu dəfə siz bu prosesi daha da sürətləşdirirsiniz və beyinə iltihablanma getdiyi zaman nə baş verir? Uşağın həyatına son qoyula bilər. Yəni, ən pis halda bu ölüm riski ilə rastlaşa bilərsiniz.